Salam, axşamın xeyir olsun Ümmü ana, gözəl anam mənim. Bu gözəl isti ocağında, Elmar balamızın evində, yurdunda bizləri yenə qonaq çağırdığın üçün bilirəm bugün sənin qonaqların var. Hər uzaqdan gələnlər olanda sən bizi çağırırsan. Hamımız bir yerdə burada otururuq, həm söhbət, həm dərd oluruq. Allah səndən razı olsun. Çox şad olduq. Burada sevdiyim analarım, bacılarım hamısı burdadır. Adilə xanımdır, Arifə xanımdır, Könül xanımdır, Yaqut xanımdır. Sən özün. Xoş gəlmişsiniz qonaqlarımız. Hər birinizə tanış olduğumuza, tanımadıqlarımızı da tanıdıq. Şad oldum. Allah səndən razı olsun. Çox sağ ol. Sənin evində həmişə öz evimiz kimi sərbəst oluruq. Bura gələndə rahat oluruq. Şad oluruq. İmmi, doğrudan da bugün İmmi ana həm də bizim qonşumuzdur, həm də Qadınlar Cəmiyyətinin sədri kimi hər vaxt İmmi ananı ziyarətə gəlirik. Doğrudan da o bizim üçün o qədər gözəl bir xoş təsir bağışlayır ki, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah Elmar balamıza da rəhmət eləsin. Məkanları cənnət olsun hər birinin. Ölənlərinə rəhmət. Hamınızın. Amin. Ölənlərinizə rəhmət. Sağ olun. Allah şəhidlərimizi biz də görə şəfaət eləsin. Allah razı olsun. Şəxsən mən nəfəs alıram da elə bir görəndə. Sən yandaydın. Elə biz də elə. Allah haqqı qarşılıqlıdır. Biz də sizdən birlikdə olanda doğrudan da bizə də çox xoş təsir bağışlayır ki, həqiqətən də çox hər vaxt haqqın, ədalətin, hər vaxt o qədər gözəl söhbətlər verir, o qədər istiqamətlər verir. Yəni bu bizim üçün çox xoş təsir bağışlayır. Bax bunu da yağ gətirib görsən. Sağ olsun. Əllərinə sağlıq qızım. Əllərinə sağlıq. Çox qabiliyyətli xanımdır. Allah Qadınlar Cəmiyyəti kimi biz də fəxr duyuruq ki, bizim belə xanımlarımız var. Bizim elə əl işi. Keçəvdə belə bir qadın var. Bəli, keçəvdə xanım var. Lap yaxşı. Təşəkkür edirəm. Sağ olun, var olun. Mənim üçün də böyük fəxrdir ki, mənim əl işlərim bütün şəhid ailələrində, bütün ev İnşallah olmayanlar da var. Bəli, bəli. İnşallah.